veyhun men galabet vahidetuhu eşerete. Cümlenin manasını bileysin. İmam Saccad buyuruyor, vay ber insani ki onun bir dənəsi qələbə eləyə 10 dənəsinə. Mənası nədir? Qur'an buyuruyor, əgər bir xeyr əməl görsün, fələhu əşrü əmsalha. Əgər bir həsənə əncam versin, 10 bərabər yazar o. Fələhu əşrü əmsalha. Amma günah eləsin, bir dəfə yazar o, bir dənə. İmam Saccad buyuruyor, vay ber insani ki onun bir dənələri qələbə eləyə 10 dənəsinə. O qəd günah eləyə, Allah bir dənə yazır, amma o qəd günah bir dənə gələ 10 dənə səy həsənəni keçə, hər bir həsənəni ki 10 dənə Allah yazır, gələ insanın bir dənə günahları, belə həsənələri keçə. Vay bərin insan. İnsanı ki giriftar gaflet oldu, xəbəri olmadı ki sarıban gedey, bu insan qaldı, bu insana qələbə elər. Veylun lemən qələbət ahaduhu əla əşrafih. Vay bərin insan ki bu cür qalıbdı. Karvan rəft, Hafız dey, karvan rəft, تو در خواب و بیابان در پیش، چه روی رفت، چه پرسی، چه کنی، چون باشی. این merhum Allame Tabatabayi'nin mahzerinde şagirdlerinin biri bu şiiri okudu. Merhum yarım saat ağladı. Dersinde yarım saat ağladı. Karvan ra to der خواب و بیابان در پیش، چه روی رفت، zamanlık ki keçey, ne vaxt yol yeriyersen. O insan kamil ki dayanmayıbdı, sen girək yol yeriyesen. Karvan rفت تو در خواب و بیابان در پیش، چه روی رفت، چه پرسی، چه کنی، چون باشی. Nəzir olaq. Rüfəqaların biri nəql eləydi, deydi, mədrəsədə yatmışdım, gecə vaxtında gördüm çağırırlar, ay filani, karvan rفت تو در خوابی. Karvan getdi, sən yuxudasan. Dey, yuxudan ayandım, qaçdım çölə görüm məni çağıran kimdir. Gəldim, çıxdım çölə, baxdım, gördüm heç kəs yoxdur. O tərəfə, bu tərəfə baxdım, saətimə gördüm, az qalı əzan-ı sübh ola. Yəni dey, filani, namaz-ı şəbi qılanlar qıldılar, sən yuxuda qalıbsan. Getdi karvan, sən yatıbsan, oyan cinə. Oyan, yol yeri cinə.